Salam dəyərli izləyicilərim. Gəlin bu günləri çox ləzzətli, ağızda əriyən, qozlu, kişmişli şirniyyat hazırlayaq. 200 qram yumuşaq kərə yağın üzərinə 1 stəkan şəkər tozu, 2 ədəd yumurta əlavə edib, hamısını bir kütlə halına gələnə qədər qarışdırırıq. Daha sonra üzərinə 4 stəkan un, 1 paket vanil və 1 paket qabartma tozu da əlavə edib, yumuşaq ələ yapışmayan kövrək bir xəmir yoğururuq. Xəmirimizi 2 bərabər hissəyə bölürük və hər hissəni də yağlı kağız üzərində nazik formada yayırıq. Əvvəlcə üzərinə yumurta ağı, daha sonra şəkər tozu, kişmiş və xırdalanmış qoz əlavə edib rulet şəklində bururuq. Daha sonra üzərinə yumurta sarısı çəkib çəngəl ilə naxışlar edirik və belə bir alətlə kəsirik. Əgər sizdə belə bir alət yoxdursa, bıçaqla da kəsə bilərsiniz. Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 25 dəqiqəyə bişiririk. Bu qədər dostlar, izlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.